Deməli, salam, hər vaxtınız xeyir olsun. Biz bugün sizlə dövlət bu haqqında qanunda olan yeni əlavə dəyişikliklərdən sonra 11-ci maddəyə baxacağıq, təsdiqatlar hissəsinə. Deməli, burada 11-ci maddənin əvvəlindən öyrənməyə ehtiyac yoxdur. Biz hardasa 11.3-dən başlayacağıq öyrənməyə, hansı ki, bu işarələnən hissədən sonra. Ondan əvvəlini biz bundan sonraki cümlələrdə, sonraki qaydalarda fərqli bir şəkildə izahını vermişik. Ona görə də bu kitabdan, yəni Dövlət Qanunu Doğru kitabından əvvəlkiləri öyrənməyə ehtiyac yoxdur. Bir dənə 11.3-dən etibarən başlayırıq öyrənməyə. Burada ümumi deyir ki, bunu kim müəyyən edir? Nazirlər Komiteti olaraq öyrənəcəyik, orqanların, aparatların və struktur qurumların adlarını. Sonra təsdiqatlar hissəsinə gəldik. Yardımçı vəzifələr üzrə bizdən təsdiqatları soruşur. Biz birinci kateqoriyaları öyrənmişdik 8-ci maddədə. O kateqoriyalarda vəzifələr iki cür olur. İnzibati, bir də yardımçı vəzifələr. İnzibati vəzifələr ali təhsil tələb edən vəzifələrdir. Məsələn, bizim getdiyimiz vəzifələr məsləhətçi, aparıcı məsləhətçi, böyük baş, bir də aparat rəhbəri, müavini, bölmə rəhbəri, müavini. Bunlar inzibati vəzifələr. Ali təhsil tələb edən. Bir də var yardımçı vəzifələr. Sürücüdür, kargüzardır, maşınçıdır, kuryerdir, bu tip vəzifələr. Bu tip vəzifələrin təsdiqatını tapanda necə edirik? Deməli, bu cədvələ baxırsınız yardımçılarda. Ali kateqoriyaya aid olan texniki vəzifələr yazıb birinci təsdiqat. Birinci kateqoriyaya aid olanlar ikinci təsdiqat. 2 və 3-cü kateqoriyaya aid olanlar isə 3-cü təsnifat vəzifə sayılır. 4 və 5-ci kateqoriyadakilər isə 4-cü təsdiqat. Burada sadəcə bu cədvəli öyrənmək lazımdır, qalan çox rahatdır. Məsələn, misalda verilib ki, Hesablama Palatasında kargüzar neçənci təsdiqatdır? Kargüzar yardımçı vəzifədir, ona görə bilirik ki, bu cədvəllə bunu tapa bilərik. Hesablama Palatası birinci kateqoriya olduğu üçün neçənci təsdiqat eləyəcək? İkinci təsnifat. Bu belə. İstənilən kateqoriyada belə yoxlaya bilərsiniz. Deməli, birinci bu şəkildə əzbərləyəsiniz. Ali kateqoriyaya aiddir. Birinci təsnifat, 1-ə aiddir 2, 2 və 3-ə aiddir 3-cü təsnifat, 4 və 5-ə aiddir 4. Məsələn, deyir ki, tutalım Azərbaycan Respublikasının Ali Məhkəməsində sürücü. Ali məhkəmə ali kateqoriya olduğu üçün sürücü neçənci təsnifat edəcək? Birinci təsnifat. Yəni, bu rahat bir şəkildə öyrənəcəksiniz. Bir dənə qayda var, başqa fərqli heç bir qayda yoxdur. Bu oldu yardımçıların təsdiqatı. Bir də var, deməli, gəldik inzibati vəzifələr üzrə təsdiqat. Yardımçılarda biz dedik ki, ali təsdiqat yoxdur. 4 təsdiqat var. Bir də başlayır, 4-də bitir. Amma inzibatidə 8 təsdiqat var. Ən yüksək alidir, ən aşağısı 7-dir. Ali 1, 2, 3, 4, 5, 6, 7. Orada belədir. İndi biz inzibatilərin müəyyən qaydalarına baxaq. Mən sizə əsas imtahana düşə biləsi hissələri deyəcəm. Çox dərinə getməyə ehtiyac yoxdur. Məsələn, inzibati vəzifələrdə yazır ki, ali kateqoriya, birinci kateqoriya, 2-nin Naxçıvana aid olan orqanları, bir də ikinci kateqoriya Azərbaycana aid olan, burada qeyd olunan orqanlar. Yəni, apellyasiya məhkəmələri, nazirlikdən başqa qalan digər ikinci kateqoriya mərkəzi icralar, bir də burada qeyd olunan qurumlar. Bunları tapmaq üçün biz bir düstur müəyyən eləmişik. Yəni, yuxarıda qeyd olunanlar hamısına aiddir. Deməli, biz bilirdik ki, inzibati vəzifələr hansılar idi? Aparat rəhbəri, müavini, bölmə rəhbəri, müavini, mütəxəssislər. Bizdən soruşacaqlar ki, məsələn, hər hansı bir nazirlikdə aparat rəhbəri neçənci təsdiqat? Aparatın müavini neçənci təsdiqat? İndi biz bunu necə tapırıq? Qaydamızda deyir ki, aparat rəhbərini tapanda kateqoriya üstə gələ 0. Aparatın müavinində deyir ki, kateqoriya 1. Bölmə rəhbərində yenə kateqoriya üstə gələ 1. Bölmə müavinində də kateqoriya üstə gələ 2. Belə deməkdir. Məsələn, bizdən verirsə ki, Hesablama Palatasında aparat rəhbəri neçənci təsdiqatdır? Biz bilməliyik, Hesablama Palatası neçənci kateqoriyadır? Məsələn, birinci kateqoriya. Onda o kateqoriyanın yerinə onu qoyursunuz. 1 üstə gələ 0 eləyəcək birinci təsnifat. Bəs Hesablama Palatasında aparat rəhbəri müavini. Yenə düsturda hesablama kateqoriyası 1 olduğu üçün
qoyursuz yerinə 1 üstə gərək 1 eləyəcək 2. Bəs hesablamada bölmə rəhbəri yenə 1 plus 1 2, bölmə rəhbərinin müavini 1 plus 2 3. Yəni əslində düstur sadədir. Aparat rəhbərini tapanda üzərinə 0 gəlirik. Aparatın müavinini tapanda üzərinə 1 gəlirsiniz. Bölmə rəhbəri, şöbə rəhbəri eyni şeydir. Bunları tapanda yenə üstünə 1 gəlirik. Müavini də tapanda üstünə ikisini gəlirik. Bunların hər birinə aid də burada misal vermişik ki, rahat başa düşəsiniz. Deməli, ali kateqoriyalarda hesablamada 0 götürürsünüz. Məsələn, desək ki, Milli Məclisdə aparat rəhbəri neçədir? Milli Məclis ali kateqoriya olduğu üçün ali plus 0 ali təsnifat. Yəni inzibatilərdə ali təsnifat var. Aparat rəhbəri müavini deyəndə ali plus 1 birinci təsnifat. Bölmə rəhbəri deyəndə yenə ali plus 1 eləyəcək birinci təsnifat. Bölmə müavini deyəndə ali plus 2 eləyəcək ikinci təsnifat. Bu belə. Yəni alini hesablamalarda 0 götürürsünüz. Və inzibatilərdə ali təsnifat var. Hər birinə aid müəyyən bir qaydalar verilibdir, eyni tətbiqidir. Yəni dayandırıb videonu bu şəkildə baxa bilərsiniz. Deməli, bizə əsasən bunlar lazımdır. Deməli, düstura aid oldu, bir də hansılar dedik. Düstur ancaq nəyə aiddir? Ali kateqoriyaya, birinci kateqoriyaya, 2-nin Naxçıvanına, bir də ikinci kateqoriyanın burada qeyd olunan orqanlarında düsturla tapırıq. Bir dənə istisna burada var. Necə bir istisnadır? İstisnalar belə etmək çox da lazım deyil, amma hər ehtimala bunları qeyd edirik. Əgər sizdən yazsa ki, ikinci kateqoriya orqanlarda aparat rəhbəri neçədir? Onda 3 yazacaq. Əgər o yuxarıda qeyd edildiyimiz ikinci kateqoriya orqanları desələr, düsturla tapasınız. Ümumiyyətlə, bütün ikinci kateqoriyalarda düstur işə yarayır. Bir dənə açıqlama ilə yazmasa, yəni belə yazsa ki, ikinci kateqoriya orqanlarda aparat rəhbəri neçədir, deyəcək üçüncü təsnifat. Məsələn, aparatın müavini desə, onu düsturla tapasın, onun bir aidiyyəti yoxdur. Yəni, bölmə rəhbəri, hamısı gedir. Bir dənə aparat rəhbəri. Cümlə şəkildə, bu şəkildə verilsə, ikinci kateqoriya orqanlarda aparat rəhbəri neçədir, onda biz üçüncü təsnifat deyəcəyik. Bizə istisnalardan maksimum lazım olan bu ola bilər. Bunu da dediyim kimi, cümlə bu şəkildə verilsə, 3 yazacaqsınız. Qalan bu, yuxarıda qeyd olunan orqanların adını təksə, apellyasiyadır, komitələrdir, buradakı komitədə ikinci kateqoriya agentliklərdir, bir də Audiovizual Şurasıdır. Bunlar da düsturla tapılacaq. Düsturda gördüyünüz kimi sadə bir şeydir. Sonra burada bir də 2 istisna var. Dedim, bunlar da çox düşən bir şeydir. Sadəcə hər ehtimala deyirik. Deməli, bu hansı ki, nazirliklərin yanında yaradılan agentlik xidmətlər var idi. Onların rəhbərini prezident təyin edirsə, onlarda aparat rəhbərindən müavini 3-dür, bölmə rəhbəri müavini 4-dür. Yəni, biz keçmişik ki, ikinci kateqoriya orqanlarda, məsələn, komitələrdir, bir də mərkəzi idarələrə barabrılan agentliklərdir. Nazirliklərin özləri də birinci kateqoriyadır. Amma nazirliyin yanındakı agentlik xidmət, o isə üçüncü kateqoriyadır. Nazirliyin yanındakı agentlik xidmət. Əgər nazirliyin yanındakı agentlik xidmətin rəhbərini prezident təyin edirsə, o isə olacaq ikinci kateqoriya. Yəni, bunu belə dedim ki, yadınıza düşsün. Yəni, nazirliyin yanındakı agentlik xidmət yazırsa, üçüncü kateqoriyadır. Əgər nazirliyin yanındakı agentlik xidmətin rəhbəri prezident və prezident tərəfindən təyin olunur və azad olunursa, onda həmin agentlik olacaq ikinci kateqoriya dövlət orqanı. Və burada qeyd olunanda o agentliklərdən söhbət gedir. Rəhbərləri prezident tərəfindən təyin olunanlardan. Yəni, o ikinci kateqoriya nazirliyin yanında yaradılan agentliklər ki, var idi, ikinci kateqoriya olanlar, hansı ki, onların rəhbərini prezident təyin edir. Bax, onlar da aparat rəhbərindən müavini 3-dür, bölmə rəhbəri müavini 4-dür. Bu əzbərçilikdir və dediyim çox düşən bir şey deyil. Əsas gəldik üçüncü kateqoriyaya. Üçüncü kateqoriyada ən rahat qayda buradadır. Üçdə bu 4 dənə sözü görsəz, aparat rəhbəri, aparat rəhbərinin müavini, bölmə rəhbəri, bölmənin müavini. Bunlar olacaq 5-ci təsnifat. Yəni, məsələn, tutalım, Naxçıvan Təhsil Nazirliyi 3-cü kateqoriyadırsa, orada aparat rəhbəri də, müavini də, bölmə rəhbəri, müavini də olacaq 5.
Yəni bu ən rahatıdır. Burada da bir dənə istisna var ki, nazirliyin yanında yaradılan agentlik xidmətlər ki var, hansı ki, üçüncü kateqoriya agentlik xidmətlər. Onlarda şöbə müdürü 4-cü təsnifatdır. Bir dənə şöbə müdürü 4-dür, ona fikir verirsiniz. Yəni belə bir şəkildə yazsa, onu 4 götürəcək. Qalan bütün kateqoriya dövlət orqanlarında dediyim kimi yuxarıdakı istisnada çox sizin işinizə yaramır. Bir də sizə əsas lazım olan bütün kateqoriya dövlət orqanlarında sektor müdürünün tapılması. Sektor müdürünü tapanda da kateqoriya üstünə üçün gələsiniz. Ən rahat qaydalardan biri də budur. Burada da hər hansı bir istisna yoxdur. Yəni sektor müdürünü tapanda üzərinə üçün gələsiniz. Məsələn, hesablamada sektor müdürü 1/3 eləyəcək 4-cü təsnifat. Ən çox rahat. Hamısında belədir. Bir də mütəxəssislərdə üstünə üçün gəlirsən. Yəni sektor müdüründən mütəxəssisi tapanda üzərinə 3 gələcək. Mütəxəssis də burada yazılanlardır. Eyni şəkildə. Məsələn, baş prokurorluqda aparıcı məsləhətçi, baş prokurorluq 1-dirsə, üstünə üçün gəlsən 4-dür. Ən rahat qayda bunlar. Bir də digər rahat qaydalar rəhbər müşaviri və rəhbər köməkçiləridir. Bunlar da tapanda üzərinə 2 gəlirsən. Yəni rəhbərin, orqan rəhbərinin müşaviri və köməkçisindən söhbət gedir. Burada da üzərinə 2 gəlir. Məsələn, tutalım ki, deyirik Milli Məclisin sədrinin köməkçisi. Milli Məclis neçənci kateqoriyadır? 1-2 ali kateqoriyadır. Sədrin köməkçisi ali +2 eləyəcək 2-ci təsnifat. Baş nazirin köməkçisi. Azərbaycan baş naziri nəyin sədridir? Azərbaycan Nazirlər Kabineti. Yəni Nazirlər Kabinetinin rəhbəridir. Nazirlər Kabineti neçənci kateqoriyadır? Ali kateqoriyadır. Deməli, ali üstəgələ 2 eləyəcək 2-ci təsnifat. Prezident administrasiyası rəhbərinin köməkçisi. Administrasiya ali kateqoriyadır. Nə üçün gəlsən 2-ci təsnifat. Hesablama palatası sədrinin köməkçisi müşaviri. Hesablama palatası 1-ci kateqoriyadır. Üzərinə 2 gəlirsən 3-cü təsnifat. Yəni çox rahat bir şəkildə gedir. Burada da ancaq üstünə 2 gəlirsən. Çox rahatdır. Yəni bir mütəxəssislərdə ən rahatı üzərinə 3 gəlirsən və də sektor müdürü heç bir istisna yoxdur. Bir də bunlarda. Yəni rəhbər müşaviri və köməkçisi. Məsələn, desə ki, Təhsil Nazirliyinin köməkçisi neçədir? Təhsil Nazirliyi neçənci kateqoriyadır? 1-ci kateqoriyadır. 1-ci kateqoriyadırsa, nazirin köməkçisi 1/2 neçə eləyəcək? Eləyəcək 3-cü təsnifat. Bu qədər rahat. Dördlə 5-i baxmaq istəsəniz, baxarsınız, bu demək olar ki, imtahanlarda düşmür deyə. 4-lə 5 o qədər ehtiyac yoxdur. Heç baxmağı tövsiyə eləmirik. Onlar da vaxtınız getməsin. Sadəcə dediyim kimi, başa düşmək üçün istəsəniz baxarsınız. Ona görə də onları qeyd eləmirəm mən adətən. Səhər ehtimalı sadəcə yazmışıq ki, qanunda var. Amma indi kimi düşməyib, yəni bundan sonra da düşmə ehtimalı belə deyim, elə də yoxdur. Çünki açıqca yazılmır. Sadəcə biz açmışıq ki, rahat başa düşəsiniz. Əsas bu dediyim qaydalara baxdıqsa, təsnifatlar kifayət edir. Ali 1-2-3-dür, mütəxəssislərdir, sektor müdürüdür, bir də bu köməkçi müşavirlər. Bunlar qayda ilə tapırsınız, heç bir problem olmur. Bir də var bizim əlavələrimiz. Əlavələrdə isə hər hansı bir qayda deyil, bunlar sadəcə əzbərçilikdir. Yəni konkret vəzifələrdir. Bunlarda da müəyyən uyğunluqlar var. Məsələn, tutalım, köməkçi burada biz 3 dənə keçirik. Prezident, vitse-prezident, bir də 1-ci vitse-prezident köməkçisi. Üçün də köməkçisi 1-ci təsnifatda əzbərləyirsiniz. Sonra prezidentin nümayəndəsi. Prezidentin hər hansı bir nümayəndəsi görsəz 1 yazın. Bu xüsusi tapşırıqlar üçün nümayəndəsi ola bilər. Naxçıvandakı səlahiyyətin nümayəndəsi ola bilər və xüsusi nümayəndələr ola bilər. Bunlar 1-ci təsnifatdır. Prezidentin xüsusi nümayəndəsi 1-dir. Xüsusi nümayəndəsi mavini də 1-dir. Özü də 1-dir, mavini də 1-dir. Oradakı mütəxəssislər isə 3-dür. Yəni prezidentin nümayəndəsi desə 1 götürəcək, nümayəndənin mavini desə o da 1 götürüləcək, nümayəndəlikdə mütəxəssislər isə olacaq 3. Sonra yenə əlavə olunub bu 2 vəzifəni əzbərləyəsiniz. Mərkəzi Seçki Komissiyasının katibliyin rəhbəri 2-dir. Korrupsiyaya qarşı mübarizə komissiyasının katibliyi 2-ci təsnifatdır. Sonra bu 14-15 yadda saxlamaq üçün bir qayda deyək, necə uyğunlaşdırın. Bakı şəhər icra hakimiyyəti biz bilirik ki, 2-ci kateqoriyadır. Bakı icra başçısı mavinlərdə 2-ci təsnifatdır. Qalan yerli icra hakimiyyəti orqanlarının başçıları mavini isə 4-dür. Niyə? Çünki qalan yerli icralar neçənci kateqoriya idi? 4-cü kateqoriya.
Yəni belə deyin, yadda qalsın. Bakı Şəhər İcra ikinci kateqoriya, onun müavinləri də ikinci təsnifat. Qalan rayon şəhər icra hakimiyyəti orqanları dördüncü kateqoriya, məsələn, Yasamal rayon icra hakimiyyəti. Deməli, onun müavinləri də dördüncü təsnifat olacaq. Bunu belə deyin, yadda rahat qalsın. Bir də köməkçilərdən biz əlavələrdə 17-ci bəndi yazmışıq. Burada yazıb ki, Milli Məclisin sədr müavinin köməkçisi, baş nazirin müavininin köməkçisi. Əslində bu da heç əlavəlik bir şey deyil, məntiqən tapmaq olur. Necə? Məsələn, bizdən soruşur ki, Milli Məclisin sədr müavinin köməkçisi neçədir? Biz belə olanda nə edirik? Avtomatik olaraq Milli Məclisin sədrinin köməkçisini tapırıq. Milli Məclisin sədrinin köməkçisini tapanda nə edirdik? Milli Məclis ali kateqoriya idi, üzərinə ikisini gəlirdik. İkisini gələndə neçə eləyəcək? İkinci təsnifat. Deməli, Milli Məclisin sədrin köməkçisi neçədir? 2-dir. Bəs onda sədr müavinin köməkçisi olur. O da məntiqən bir dənə düşürsüz aşağı. Olur 3-cü təsnifat. Eyni şey baş nazirin müavinində də var. Baş nazirin özünün köməkçisi neçədir? Ali plus 2, ikinci təsnifat. Deməli, baş nazirin müavinin köməkçisi olacaq. O da 3. Rahat. Bu birlər biraz əzbərçilikdir. 20-dən o tərəfə o qədər deyilə vacib deyil. Bunlar biraz çox dərinə gedir. Amma bu 20-yə qədər olan hissələr düşə bilər. Deməli, bu oldu 11-ci maddənin deməli izahı. Hardasa belə deyim, əsas o dediyim qaydalara baxın, düsturlara baxın. Bunları bildinizsə, buradan düşəcək istənilən sualları rahat bir şəkildə yazacaqsınız.